hörmətli qazilər, əziz Tovuzlular, əziz dostlar. Bugünkü gün Azərbaycan tarixinə şərəflə yazılan bir gündür. Burada da hörmətli başçı qeyd elədiyi kimi, Tovuz rayonu 69 kilometr Ermənistanla həmsərhəd bir ərazidir. Burada tək dünən və yaxud 5 il bundan qabaq deyil, 30 il müddətində erməni təcavüzünün nə olduğunu, erməni təxribatının nə olduğunu, erməni terrorunun nə olduğunu bütün Tovuzlular özü hiss edib. Bugün böyük bir gündür. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimiz tezliklə dinç həyata qayıtsın. Bugün dövlətçiliyimizin qorunmasında atılan həmin gündür. Qeyd edildiyi kimi 300 kilometrdən artıq bir ərazidə erməni təxribatının qarşısını almaq üçün Azərbaycan xalqı Ali Başkomandan başda olmaqla şəhadəti şərəf sayan Azərbaycan anası, eyni zamanda rəşadətli Azərbaycan ordusu ilə birlikdə bu terrorun, bu təxribatın qarşısını almaq üçün əlinə silah və bütün əməliyyatların qarşısını almaq üçün erməni tərəfindən olan təxribatların haqq səsini ucaltdı. Və 44 gündən sonra zəfər bayrağımız demək olar ki, Azərbaycanın bütün ərazilərində və lokal antiterror əməliyyatından sonra konstitusiya hüququ bütün Azərbaycan ərazisində bərpa olundu. Bu işdə Tovuzluların danılmaz zəhməti, əziyyəti oldu. Sentyabrın 27-sindən başlayaraq son günə qədər Tovuzdan könüllü olaraq vuruşan həmin o oğlanlar, həmin o qardaşlar ən yüksək səviyyədə komandanlığın tapşırıqlarını yerinə yetirərək əbədiyyətə qovuşdular. Buna görə də Tovuz xalqı daimi başı uca, daim Tovuzlular başı uca olaraq bütün hər bir düşmənin gözünə dik baxan bir ərazimizdir. Ona görə də düşünürəm ki, bugün artıq dinç quruculuq işlərində də Cənab Prezidentin dünən BMT-nin asambleyasında çıxışında da bir daha gördük ki, biz müharibədə olduğumuz kimi dinç quruculuq işlərində yüksək səviyyədə həyata keçiririk. Yaranmış həssas təbəqəyə qarşı istər icra hakimiyyəti tərəfindən, dövlət tərəfindən, hakimiyyət tərəfindən, hökumət tərəfindən ən yüksək səviyyədə diqqət var və düşünürəm bu da olacaq. Qanunvericilikdə də məlum məsələdir ki, istənilən addım atılacaq ki, onların bugünkü gün şəhid ailələrinin, digərlərinin, müharibədə iştirakçılarının, bunların rifahı yüksək səviyyədə təmin olunsun. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, torpaqları nurla dolsun. Qeyd edelim, bir daha təkrar deyirəm ki, bugünkü gün bizim şəhidlərimizin hesabına dövlət və dövlətçiliyimiz inkişafdadır, dinç quruculuq işləri davam edir və bütün şəhid ailələri qarşısında, bütün qazilər qarşısında baş əyirik. Allah rəhmət eləsin.